Nərimanov rayonu Faiq Yusufov küçəsi 45C ünvanında qurumuş ağac avtomobilin üzərinə aşıb. Avtomobilə əsaslı ziyan deyib. Şəhriyar Əlibey Əlibeyov TV1-ə müraciət edərək gecə saatlarında avtomobilinin üstünə qurumuş böyük ağac düşdüyünü bildirib. Zərər çəkmiş qeyd edib ki, cari il fevral ayında ərazidə yaşayan sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə rəsmi olaraq müraciət edilib. Bununla bağlı qurumdan baş direktor Mirdamət Seyidov tərəfindən rəsmi olaraq cavablandırılıb ki, budama və qurumuş ağacların kəsilməsi mövsümü müddətində növbəlik əsasında həyata keçiriləcək. Sakinlərin sözlərinə görə ərazidə olan digər böyük ağacların da aşmaq təhlükəsi var. Vətəndaşlar ərazidə yaranmış problemlərin həll olunmasını xahiş etsələr də, bununla əlaqədar sakinlərin aidiyyatı strukturlara etdiyi müraciətlərə vaxtında baxılmır. Ekspertizaya da zəng elədik, həmən Yaşıllaşdırmanın Ekologiya Nazirinin ekspertiza bölümünə. Bildirdilər ki, onlar belə bir rəy veriblər. Ümumiyyətlə, qurumuş ağacları saxlamağa ehtiyac yoxdur. Və indiki durumda da ağacda heç bir həyat əlaməti yoxdur. Onu niyə saxlayıblar, necə bu yoxlanışdan keçib, istər JEK olsun, bələdiyyə olsun, yəni ki, niyə bu hadisələrə gəlib, səbəb olandan sonra indi gəlib onu kəsmək istəyirlər, çıxartmaq istəyirlər yerindən. Və mənə dəymiş zərəri mən bilmək istəyirəm, kim ödəyəcək, necə ödəniləcək, hüquqi şəkildə də lazım addımları atacağım. Müraciət zamanı adekvat cavab verilsəydi, bugün belə təhlükəli vəziyyət yaranmazdı. Mənzərə göz qabağındadır. Ərazidə təhlükəli vəziyyət yaranıb. Bu avtomobilin yerində insanlar da ola bilərdi. Hadisə yerində çəkiliş qrupunun sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov rayonu bələdiyyə idarəsindən bildirildi ki, quruma vəziyyətlə bağlı hər hansı bir müraciət daxil olmayıb. Bələdiyyə nümayəndələri hər bir müraciətə operativ və lazımi tədbirlər gördüklərini vurğulayıblar. Vətəndaş Şəhriyar Əlibeyova deyən maddi ziyanın kim tərəfindən qarşılanacağı hələ ki sual altındadır. Əgər əlaqədar qurumlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlib vətəndaşın müraciətinə daha həssas yanaşsaydı, belə hal yaşanmazdı. Təəssüf ki, bugün paytaxt Bakıda və digər şəhərlərimizdə öz ömrünü başa vurmuş belə ağaclar təhlükə mənbəyi olaraq qalır. Bu sahədə ciddi monitorinq isə gözə dəymir. Bəlkə də var, amma biz görməmişik. Esmira Turan, İlahə Əhmədova, Oktay Rəhimağoğlu, TV1.